Salam İMPA TV izləyiciləri. Cəmiyyətin nəbzi verilişi efirdədir. Bugün ailə və qadın xoşbəxtliyindən danışacağıq. Qonağımız isə klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfovdur. Rövşən bəy, xoş gəlmisiniz. Xoş gününüz olsun. Çox istədim ki, bizim qonağımız məhz kişi psixoloqu olsun. Yəni əsas səbəbi də bilirsiniz ki, qadınlar ümumiyyətlə kişi psixoloqunun fikrini öyrənmək onlar üçün çox maraqlı olur. Ümumiyyətlə bax ailədən çıxardanda biz nəyə görə bizim valideynlərimiz öz övladını, bax siz sevgiyə toxundunuz, əslində çox doğru da vurğuladınız. Nəyə görə onları sevgi ilə ailədən yola salmırlar? Elə bil ki, bir növ həqiqətən də o ailəyə qulluqçu kimi yola salırlar. Yəni birdən bizim başımızı aşağı eləyərsən, birdən səndən pis-pis xəbərlər gəlir. Bax belə tərif də deyəndə çox vaxt ailələrdə pis deyir. Çox sağ ol, mənim başımı uca elədin, üzümü ağ elədin. Elə bil ki, bir növ manipulyasiya kimi olur o övlada qarşı, elə deyilmi? Çünki övladlarına qarşı şəxsi mülkləri kimi baxırlar. Onlar ona övlad kimi yanaşmırlar. Məsələn, bizdə cəmiyyətdə yanlış olan avtomatik düşüncələr var. Qadını ailə həyatına hazırlamaq özü anlayış olaraq, yəni doğru deyil. Ümumiyyətlə kimisə nəyəsə hazırlamaq doğru deyil. Çünki həyat özü bizi hazırlamalıdır hər hansısa bir addım atmağa. Burada məsələ nədir? Məsələ odur ki, bu mentalitet dediyimiz anlayış var, hansı ki, bu olmayan bir fikir avtoritetliyidir. Yəni heç harda yazılmayıb, heç bir mənbə yoxdur və biz ona toxuna bilmirik, amma o bizə istədiyini diktə edə bilir. Yəni bu günlərim hər qadın ailə həyatı qurmağa hazırlaşırsa və biz ona bir çərçivə veririksə, o çərçivə qeyri-sağlamdır. Yəni keçmişdə olan rol bu günlərim aktual ola bilməz. Biz bu qədər informasiyanın içində qadını bu çərçivələrlə evdən yola sala bilmərik. Yəni sən əgər bir ailəyə gedirsənsə, sən ora bir ana olmağa gedirsən, sevgili olmağa gedirsən, o ailənin var olması üçün gedirsən. Sən ora getmirsən hər hansısa bir xidmət sektorunu inkişaf etdirməyə. Yəni biz anlamalıyıq ki, insanın insana yanaşması səmiyyət üzərində formalaşır. Bu günlərim ailələrin hər hansısa bir dayanıqlığının olması sevgi üzərində qurulmalı. Əgər ailədə sevgi yoxdursa, o sevgidən sonraki mərhələ hörmət yoxdursa, o ailə dağılacaq. Deyə bilərsiniz ki, bizdən əvvəlki ailələr niyə bu qədər dayanıqlı ailələr idi? Çünki o dediyiniz şərtlərlə qurulurdu ailələr və nəticə etibarilə o şərtlər insanları bir-birinə həm də uzaq tuturdu. İnsanlar bir-birinə məcbur edirdi. Yəni və bu məcburiyyət daha yaxşı insan yetişdirə bilməz. Daha yaxşı insan yetişdirmək üçün biz elmi əsaslı davranışlar sərgiləməliyik. Bu nədir? Yəni tədqiqat aparılıb və o tədqiqatın nəticəsində insanların bir-birinə olan bir hörməti yaranır. Yəni çərçivəni qanun formalaşdırmalıdır, mədəniyyət yox. Bizim cəmiyyətdə problemlərdən biri odur ki, insanlar mədəniyyəti qanundan üstün tuturlar. Amma qanun mədəniyyətdən üstündür. Yəni hüquqi təfəkkürün formalaşması bir üçün qədər açıqlamasına görə hansı hüquqi təfəkkürün formalaşması üçün düşüncənin ali olması çox vacibdir. Yəni bu günlərim məktəblərdə hüquq və psixologiya fən olaraq tədris olunsa, biz tamamilə fərqli cəmiyyət görəcəyik. Psixologiyanın sərhədi hüquqa qədərdir. Yəni hüquqi düşüncənin formalaşması üçün insanların bir-birinə sağlam münasibəti olmalıdır. Əgər biz bu günlərim o sağlam münasibəti qarşılıqlı qura bilmiriksə, bu tək tərəflidirsə, o cəmiyyət qeyri-sağlam olacaq. Və bu günlərim sosial platformalarda gördüyümüz mənzərə səbəbi bizim hamımızıq. Məsələn, övladının dostu ol. Niyə? Valideyn olmalısan. Hər kəsin ata-ana olmaq şansı çoxdur, amma valideyn olmaq tamamilə fərqli bir anlayışdır. Yəni biz birinci növbədə uşaqlarımıza həyatda düzgün rolları verməliyik. Və bu yük anlayışı isə onların şuur altında illərlə formalaşan stereotiplərdir. Totem və tabularla bizim cəmiyyət özünü ayaqda tutmağa çalışır. O necə sındıra bilərik biz ümumiyyətlə? Ancaq təhsil. Təhsillə. Təhsil deyəndə
təkcə şəhadətnamə, attestat və diplomdan Yəni diplom ibarət deyil. vacibdirmi şuurun inkişaf etməsi üçün cəmiyyətdə? Deyil. Bu günlərim gəlin Azərbaycan ailələrini monitorinq edək. Görək o ailələrdə hansında kitabxana mövcuddur. Valideynlər övladlarına oxu deyə bilər. Özün oxumadığın halda necə sən uşağa deyə bilərsən ki, oxu? Yəni özün etmədiyin şeyləri necə uşağa rəva görə bilərsən? Yəni hər Bəli. kəs rahatlığı hər kəs axtarır. Uşaqlar da xüsusən rahatlıq axtarır. Rövşən bəy, deməli mediator olaraq bildiyimiz kimi ümumiyyətlə ailə mübahisələrinə əlaqədar olaraq bir çox mediasiya işlərinə rastlaşırıq və orada bu yaxınlarda bir qadın gəlmişdi. Dedi ki, mən ailə həyatı qurmamışdan əvvəl, bir neçə gün əvvəlcədən bütün qohum-əqraba, düzü mən belə bir şey eşitməmişdim. Düzdür, valideyn hə məsləhət verə bilər, amma bütün qohum-əqrabanın yığışıb da bir dəyirmi masa əmələ gətirib qızı ortağa qoyub ona məsləhət vermək ki, ailədə belə olmaq lazımdır və belə olmalısan. Düzün mənim üçün qız özü də ali təhsilli idi. Belə baxırdım ki, yəni ki, fikirləri də çox adekvat insan idi, amma həqiqətən də o qızın rastlaşdığı, qadının rastlaşdığı situasiya mənim ürəyimi belə deyək də açmadı. Çox acınacaqlı bir vəziyyət kimi baxdım ki, bütün qohum-əqraba yığışıb da qıza məsləhət verməyinə ehtiyac var idi valideyn olan yerdə. Təəssüfləndirici haldır. Çünki belə görüblər. Belə Çünki çıxış yolunu belə görürlər. Yəni insanlar bəzən o çıxış yollarını tapmadıkları halda o ənənəni davam elətdirməyə çalışırlar və dəyişmək çox çətin bir şeydir. Yəni dəyişmək bir cəmiyyət üçün, bir fərd üçün qorxuludur. İnsan əbədi deyilsə, insanın düşüncəsinin məhsulu olan anlayışlar mı əbədidir? Həqiqətənmi biz bu qədər buna saf olaraq inanırıq? Bir qadın da gəlmişdi. Deməli, ağlaya-ağlaya mənə dedi ki, yoldaşı elə bil ki, bir növü boşanmaq istəmirdi, sadəcə onu qorxuzmaq məqsədi ilə belə deyək də ərizə vermişdi. Qadın bildirdi ki, ağlaya-ağlaya mənim anam rayondan gəlib mənim evimdə oturub ki, sən birdən boşanarsan. Əslində deyir boşanmaq istəmirəm. Yəni ərizəni deyək ki, yazan da, mediasiya müraciət edən kişidir. Və iş orasındadır ki, bu ailədə gedən problemləri, bu acınacaqlı vəziyyəti, o öz övladının deyək ki, ailəsində olan problemləri görə-görə bir ana gəlib evdə oturub ki, sən birdən boşanarsan. Yəni bu insan düşünmürmü öz deyək ki, qızı haqqında? Ana özünü düşünür. Yəni bizim Cəmiyyətdə valideynlər mövqeyinin düşəcəyindən düşür. Cəmiyyət mövqeyi bu qədər geniş baxmayın. Yəni bunlar hamısı mətbəx səviyyəsində baxılacaq mövzulardır. Bəzən düzdür, o Avropa dəyərləri deyək ki, belə deyək də müasir dəyərlər və s. üzdə o pərdə kimi örtülür, amma onun altında axı gizli bizim mental belə deyək də psixologiyamız yatır. Hansı ki o bizi sirkələyir, bizi idarə edir. Avropa dəyərləri odur ki, insan mərkəzdə olur. Yəni sənin üçün qarşındakı insanın daha sonra xüsusiyyətləri önəm daşıyır. Əgər biz empatiya qurmaqdan danışırıqsa, qarşımızdakı insan olaraq yanaşmalıyıq ki, bu mənimlə həmcanlıdır. İkinci məsələ, bizim valideynlər, bizdən əvvəlki nəsil, böyüklər, onlar düşünürlər ki, başqasına görə böyüdükləri üçün, başqasına görə həyatlarını davam edirlər və başqasına görə də öləcəklər. Yəni bu günlərim insanlar istəmədən başqalarının həyatını yaşayıb, başqaları kimi ölüb gedirlər. Yəni hər kəs bir prototipdir. Bəli, doğru. Tip deyil. Razı. Və bu gün kifayət qədər cəmiyyətdə də psixoloji pozuntular artıq cəmiyyət öz ağuşuna alır. Bəli. Yəni istər bunu ictimai nəqliyyatda istifadə edəndə görmək olur, istər avtomobil idarə edəndə görmək olur, istər iş mühitində bunu görmək olur və bu ailədə də belədir. Və hər kəs bütün problemləri örtbasdır edir. Məsələn, o ana gəlib ona görə evdə oturub ki, onun qonşusu, qohumu sabahlarım deməsin ki, bir qızı var idi, getdi ailə qurdu və boşandı, üstünə qayıtdı, ondan sonraki söz-söhbətlər bu onun qarşısını almağa gəlib. O övladının xoşbəxtliyinin arxasınca gəlməyib, çünki onun xoşbəxt olması üçün yola salmayıb. Yəni xoşbəxt olması üçün yola salanda sən onun xoşbəxtliyini düşünürsən. Əgər biz xoşbəxtlik axtarırıqsa, bu insanın seçimidir. Səhv belə olsa, insan öz seçimlərinin məhsuludur. İnsan
mühitin məhsulu olmamalıdır. Bu gün bizim psixikamız mühitin məhsuludur. Yəni bizim ətrafımızda baş verən bütün hadisələr bizim həyatımızın hekayələridir və biz bu hekayələrin içindən sağ çıxmağa çalışırıq. Bəli, deməli siz dediniz ki, cəmiyyətimizdə psixoloji problemlər var. Rövşən bəy, mən müraciət edən bir çox deyək ki, tərəflərdə qadınlarda ələxüsus, bir çoxunda müəyyən xəstəliklər formalaşdırır bu psixoloji problemlər. Məsələn, bir xanım var idi, dedi ki, özümü fəda elədim ailəmə, amma nəticədə mən xəstəliyi tapdım. Yəni xərçəng xəstəliyi. Yəni istədim bu haqqda danışaq. Ümumiyyətlə psixoloji problemlər hansı fizioloji problemlərə gətirib çıxarda bilər? Bütün fizioloji və psixoloji xəstəliklər daha çox genetik xəstəliklərdir. Fizioloji xəstəliklər psixoloji xəstəlikləri tətikləyir, psixoloji xəstəliklər fizioloji xəstəlikləri tətikləyir. Burada məsələ nədir? Birinci növbədə məsələn düzdür, bu sualı indi həmin xanıma ünvanlamaq onun üçün çox çətin olar ki, səndən hər şey istəyən olubmu? Cavab yoxdur. Əgər cavab yoxdursa, niyə hər şey vermirsən? Təbii ki, indiki düşüncəyə sahib olsaydı, bu nəticələrə gəlib çıxsaydı, o heç vaxt onları etməzdi. Qaldı ki, xərçəng xəstəliyinə. Xərçəng xəstəliyi təbii ki, psixoloji pozuntu burada deyil, stres faktorudur. Stres bütün xəstəlikləri tətikləyə bilir və onu ortaya çıxarda bilir və ki, onu kəskinləşdirə bilir. Psixoloji pozuntuların özü isə yaranma səbəbi məhz bizim olduğumuz mühitdən asılıdır. Əgər biz psixoloji pozuntu yaşayırıqsa və bizdə artıq xərçəng xəstəliyi yaranırsa, bunun səbəbi odur ki, biz psixoloji pozuntu yaşadığımız üçün biz adekvat hərəkət edə bilmirik və adekvat nitq ifadə edə bilmirik və adekvat fikirlərimizi ortaya qoya bilmirik. Belə olan halda da insan təbii ki, psixoloji halın nizamsızlığını yaşayır. Yəni psixoloji halın nizamsızlığını yaşayan insan təbii ki, bütün xəstəliklərə düçar ola bilər. İmmunitet aşağı düşür, bədən artıq öz müqavimətini işləyir və buradan da belə bir nəticəyə gəlmək olar ki, bizim bütün xəstəliklərimiz bizim düşüncələrimizdədir. Rövşən bəy, boşanma çıxış yoludurmu? Boşanma həm də bir ailənin çıxış yoludur. Əgər mən həmişə bunu xüsusən cütlüklər gələndə, ailə gələndə seans vaxtı deyirəm ki, 1% ehtimal varsa ki, ailəni xilas etmək olur, o ailə xilas etmək lazımdır. Amma ailədə artıq şiddət tətbiq olunubsa, cinayət davranışlar olubsa, o ailə boşanmalıdır. Yəni onu hər hansısa bir psixoloji seansla, hər hansısa bir cütlük terapiyaları ilə onu bərpa etsək belə ortada insan faktoru olduğu üçün insan hər zaman flashback edir. Yəni hər hansısa bir müzakirədən mübahisə mərhələsinə keçdiyimiz an həmin flashbackləri, həmin cütlüklər bir-birlərinə ifadə etmiş olacaqlar. Ümumiyyətlə sadə problemlər, deyək ki, müəyyən bir sadə problemləri aradan qaldırmaq yerinə çox vaxt qadınlar stres yaşayırlar, içinə salırlar, o dili içinə salmaqdansa demək lazım. Ümumiyyətlə, bax o sərhəddi, səddi ailədə necə qurmaq olar? O toxunulmazlığı ki, yəni mənim deyək ki, bax bu sərhəddim var, onu keçə bilməzsiniz. Bütün sərhədləri, bütün çərçivələri dialoq formalaşdırır. Ümumiyyətlə insanın həyatında belə bir Yaxşı, dialoqa girmirsə əgər həyat yoldaşı, ancaq qışqırmaqla, aqressiya ilə, təhqirlə, deyək ki, qarşılaşırsa qadın nə edə bilər bu anda? Yəni belə hallar çoxdur da əslində. Baxın, evlilik bu qədər mənə yükləniləcək bir şey deyil. Evlilik nədir? İki sevən insanın üçüncü tərəfi dəvət etməsidir. Yəni dövləti. Dövlətə deyirsən ki, dövlət gəl, bizə bu sənədlərə qol çəkək ki, sabahların bir-birimizin həyatına mane olmayaq. Yəni evlilik böyüdüləcək bir anlayış deyil. Bizdə evlilik də, boşanma da fəlakətləşdirilir. Bir mənalı şəkildə. Yəni evləndiyimiz kimi boşanmağı da bacarmalıyıq. Mənim çox sevdiyim bir ifadə var. Bunu çox tez-tezdə sosial platformada qarşıma çıxır ki, boşana biləcəyin insanla evlən. Ayrıla biləcəyin insanı sev. Yəni əgər biz bu sağlam düşüncə ilə evliliyə yanaşmasaq ki, evlilik sevginin hüquqi adıdır, başqa heç nə deyil,
Biz onu fəlakətləşdirməyəcəyik. Yaxşı, o hüquqi baxımdan yanaşma deyirsiniz də, o rəsmi münasibətlər necə o ailədə belə deyək də bərqərar ola bilər? O səmimiyyəti necə qoruya bilər? Onsuz da əvvəlcədən səmimiyyət var. Hı. Sadəcə olaraq biz işi qanuna gətirib çıxardırıq. Yəni məsələn Qərbdə Mhm. sən ailə qurursansa, kimləsə sevgi yaşayırsansa, dövlət deyir mənə nə? Gedirsən bir ev alırsan, girirsən içində yaşayırsan, övladın dünyaya gəlir. Bundan yenə mənə nə? Onsuz da mən ona vətəndaş kimi baxıram. Mhm. Yəni biz ailə institutu dediyimiz anlayışda birinci növbədə vətəndaş institutunu formalaşdırıb ailə institutuna keçməliyik. Digər məsələ insanın nitqi və davranışları psixologiyada gəlin bunu biraz bunun bir evolyusiyasını quraq. Monoloq, Mhm. dialoq, müzakirə, mübahisə, münaqişə, cinayət, ölüm. Aha, bəli. Baxın, bir insan ömrünü sığışdırdım bir Bəli. ailənin içində. Əgər münaqişə mərhələsinə ailə gəlib çatıbsa, o ailədə cinayət baş verir artıq. Hı. Biz əgər ailədə cütlük müzakirədən o tərəfə keçirsə, məsələn mübahisə nədir? Mövqeyini artıq sərtləşdirmək. Mhm. Müzakirə odur ki, qarşılıqlı fikir mübadiləsi gedir. Bir-birini dinləmək, bir-birinin Bəli. yoxlarına başa düşmək, qəbullanmaq. Məsələn koqnitiv yanaşma nədir? İdrak qoymaq ortaya. Hı. Yəni biz bir-birimizi qəbul etdiyimiz halda biz bir-birimizi sevirik. Yəni sevgi nədir? Hipnozdur da. Tanımadığın bir insana görə deyirsən ki, sənə ömrümü verərəm. Bağlanırsan da. Bağlanırsan insan. Baxın, biz dostumuza da bağlana bilərik. Mhm. Amma onun üçün ölümə getmək anlayışı fərqlidir. Nəinki sevdiyimiz insan üçün. Və ən ciddi məsələlərdən biri. Yəni sevgi üçün ölümə getmək mütləqdir. Əgər sevirsənsə mütləq ölümə necə? Çünki bizə sevgiyə görə ölməyi filmlər və ədəbiyyat öyrədib, düzdürmü? Mhm, bəli. İnsan heç nəyi instinkt olaraq etmir. İstər ana olaraq, istər ata olaraq, istər övlad olaraq, heç nəyi biz instinkt olaraq etmirik. Belə bir şey yoxdur. İnsan hər şeyi öyrənir. Mühit bizə nə öyrədirsə, biz onu da həyatımızda ifadə edirik. Mhm. Əgər mühit bizə sevgi üçün ölməyi öyrədirsə, biz sevgi üçün öləcəyik. Hı. Vətən üçün ölməyi öyrədirsə, biz vətən üçün öləcəyik. Zamanın arxasınca qaçmağı öyrətsə, biz zamanın arxasınca qaçacağıq. İnsan 3 anlayışı özü seçmir. Vətən, ailə və zaman. Amma ən çox mübarizə apardığımız şeylər bu 3 anlayışdır. Təsəvvür edirsiniz düşüncənin gücünü və ölüm sənə bu qədər yaxın ola-ola sən düşüncəndən bunu qova bilirsiz. Ay necə xoşum gəldi bu düşüncənin ən fikirdən. böyük, Çox xoşum gəldi. Meyarı budur. Bəli. Bayaq siz dediniz ki, biz insanlar həyatı çox çətinləşdirmişik, çox mürəkkəbləşdirmişik və ailəni də həmçinin deyirsiniz ki, ailəyə çox belə dedi, ciddi yanaşılır, mürəkkəb yanaşılır və s. Yəni nədir bunun səbəbi? Yəni nəyə görə bax bayaq siz çox doğru var. Mən həmişə onu fikirləşirəm ki, ölüm bu qədər, yəni gözə ala-ala ki, insan ki bu addımları atır, pislikləri eləyir, belə deyək də çox mürəkkəb yanaşır həyata. Yəni bizi nə dəyişdirə bilər ümumiyyətlə sizcə? Cəmiyyətdə bax bu dediniz sağlam düşüncə tərzini formalaşdırmaq üçün necə dəyişə bilərik biz? Biz çalışmalıyıq ki, cəmiyyətə sağlam fikirlər Hı. ötürək və onu inşa etməyə başlayaq. Necə Və ötürə bilərik Rövşən bəy? Kim ötürməlidir ümumiyyətlə sizcə? fikir adamları, müxtəlif sahənin insanları öz işində vicdanlı şəkildə işləməlidir. Vicdanlı. Yəni bəli. biz anlamalıyıq ki, örtbasdır etdiyimiz hər şey bizim cəmiyyəti məhv eləyəcək. Biganə qaldığımız hər şey və hər kəs bizim qarşımıza çıxmasa da övladlarımızın qarşısına çıxacaq. Bəzən biz övladımızı böyüdürük, ona təhsil veririk, onu yetişdiririk ki, mənim övladım sağlamdır. Bəs qonşuda hər gün döyülən övlad o sənin övladının qatili olacaq. Reaksiya vermək lazımdır. Bəli, reaksiya vermək lazımdır. Hüquqi düşüncəni ifadə etmək lazımdır. Nə görə bizim cəmiyyət ümumiyyətlə ətrafda baş verən neqativ hallara reaksiya verməyi zəiflik kimi qəbul edir?
zəiflik kimi qəbul etmir, merkantildirlər bizim cəmiyyətin insanları. Öz şəxsi maraqları naminə hər kəsi xərcləyəcək qədər pulu sevirlər. Yox, məsəl üçün də deyək ki, indi bir nəfər hansısa bir neqativ halına rastlaşır, ona reaksiya vermir. Əşi mənə nəyimə lazımdır? Gəlin belə bir kampaniya aparaq ki, məsələn, o hadisələrə reaksiya verən insanlar hesablarına əlavə maliyyə gələcək. Görün nə baş verir. Yəni bəzən problemin həlli çox sadədir əslində. Bunu biz görə bilirik. Mən demirəm bu metod olaraq uğurlu metoddur, amma Bu maddi biz gözləntidir. Yəni mənəvi gözlənti olmamalıdır ümumiyyətlə. bilirsiniz, artıq maddiyyat Önə mənəviyyata keçid qalib gəlir. deyirsiniz. Yəni pul yeganə anlayışdır ki, insan onu yaratdı. Daha sonra insanın yaratdığı şey insan yaratmağa başladı. Yeganə şey puldur. Yəni kitabın belə bu qədər gücü yoxdur. Təsəvvür edirsiniz? Ümumiyyətlə ailədə deyək ki, şiddət varsa, siz dediniz ki, qadın mütləq psixoloqa müraciət etməlidir. Qadın da kişidən. Qadın da və kişi də. Amma ailədə bəzən qadınlar daha çox belə meyl edirlər ki, gəl gedək psixoloqa, bəlkə düzəldi bizim münasibətlər, amma kişilər getmək istəmirlər. Səbəbi nədir sizcə ümumiyyətlə? Səbəb bizi elə böyüdüblər axı. Niyə qadın gedə qorxmaz. bilər? Kişi qorxmaz. Qorxmaz, kişi ağlamaz, kişi güclü olmalıdır. Axı biz belə böyümüşük. Bax, bunu xüsusi vurğuladım ki, mühit bizi belə formalaşdırır. Yəni başqa cəmiyyətdə böyüsəydik, başqa cür düşünərdik. Qadın necə eləsin ümumiyyətlə belə olan halda? Deyək ki, o kişini psixoloqa necə cəlb etsin, maraq oyatsın onda? Bəzi kişilər var ki, onlarla heç ailə qurmaq lazım deyil. Mən bunu bütün səmimiyyətlə deyirəm ki, onların nəsli kəsilməlidir. Əgər biz bunları düşünməsək, sağlam gələcək üçün, məsələn, mütləq ki, evlilik öncəsi psixoloji uyğunluğun dəyərləndirilməsi aparılmalıdır. Psixoloji əgər uyğunsuzluq varsa, şəxslər cütlük terapiyasına alınır. Hansı uyğunsuzluqlar olacaqsa, əvvəlcədən hazırlanır ki, bax sizin bu problemləriniz olacaq. Problemlə yaşaya bilərsiniz. Qərbdə insanlar ailə qurmamışdan öncə psixoloji konsultasiya alırlar ki, biz nə qədər ailə qurmağa hazırıq. Bəli. Övlad dünyaya gətirməmişdən öncə onlar psixoloji konsultasiyalar alırlar. Psixiatrik yoxlanma çox vacibdir. Əgər şəxsin genetik hər hansısa bir psixik xəstəliyi varsa, o insan ailə həyatı qurulmamalıdır. Qurursa qarşı tərəf məlumatlandırılmalıdır. Kifayət qədər кейslər var ki, ailələr qurulub və cütlüyün bir tərəfinin xəbəri yoxdur ki, digərində şizofreniya var. Medikamentoz müdaxilə alıb, remisiya alında ailə həyatı qurubdur və dərman bir gün kəsiləndə ortaya başqa bir mənzərə çıxır. Məndə bir ailə var idi, bir cütlük gəlmişdi. 15 il şizofrenik xəstə ilə bir yerdə yaşayıb qadın. Çox sağlam bir insan idi, amma düzdür, biraz əsəbləri pozulmuşdu. 15 il bir yerdə yaşamışdı. Və mən sizə bir şey deyim ki, bizdə analar müəyyən bir o deyir yaş var da, o oğlan ki o yaşı keçdi, artıq həyəcanlanırlar ki, bu ailəsi olmadı, mütləq biri ilə evlənməlidir. Amma iş orasındadır ki, bir çox analar o övladlarının problemini bilə-bilə, görə-görə onu necə olur ki, qıyırlar başqa övladı bədbəxt eləməyə? Şəxsən fizioloji yaşı ilə psixoloji yaşı arasında uzun bir il varsa, o şəxsin deməli ailə qurmağa hazır deyil. Məsələn, kim ailə quranda psixoloji yaşını ölçüb Azərbaycan cəmiyyətində? Heç kim. Kimsə istisna olaraq bunu etdiyini ifadə edə bilər. O da istisnadır. İstisnalar da qaydalar pozmur. Digər məsələ nədir? Ailə qurmamışdan öncə mütləq ki, qarşılıqlı bir səmimiyyət olmalıdır ki, o səmimiyyətin nəticəsində ailə qurulsun. Bizdə baxış bucağı budur. Yaş keçdi, o qaldı tək, ailə qurmadı və ailə qurmaq hər şeydən vacibdir. Bəzən bəzi valideynlər çox böyük bir səhvə yol verirlər. O səhv nədir? Belə bir stereotip var bizdə. Ailə qursun, düzələcək. Mən həmişə deyirəm ki, başa düşmədim. Evlilik müalicə üsuludumu, yoxsa reseptimi bu? Yəni həqiqətənmi gərdək
hər şeyin Həll həll edir. edə bilər. Bəli. Yəni bilirsiniz, bunlar çox cahil yanaşmalardır. Və bu cahil yanaşmalar insanların həyatını məhv edir. İnsan Bəli. həyata tək gəlir, tək də gedir. Yəni, azıq mağarasında biz yaşayanda nə orada ana-ata anlayışı olub, nə övlad anlayışı olub. Sivilizasiyalar, təhsil və mədəniyyətin inkişafı bizdə bəzi anlayışları müqəddəsləşdirib. Amma insan həyata tək gəlir, tək də gedir. Hamımız eyni proseslə gəlib, eyni proseslə də gedirik. Biraz ölümümüzdə fərqlər ola bilər. Bəli, tamamilə doğrudur. Doğrudur, yox, sadəcə o sizlə razıyam, tamamilə razıyam. Rövşən bəy, ümumiyyətlə çox istərdim ki, bax o stressdə olan valideynlər var, ələxüsus da analar ki, oğlum mən evlənməlidir də, mütləq deyək 25 yaşını keçib, yəni evlənmək. Yəni o analara nə tövsiyə edərdiniz bax burdan? Tövsiyə odur ki, buraxın rahat yaşasınlar. Ya o psixoloji gərginliyindən necə çıxsınlar? Yəni mənim oğlum evlənməyəcək, mən belə deyək də ölüm qorxusu var da analar daha çox ki, mən öləcəm, oğluma baxan olmayacaq, yiyəsiz qalacaq, yemək bişirəni olmayacaq, O qulluq zaman eləyəni olmayacaq, tək qalacaq, övladı olmayacaq. Bax o analara biz hansı təsəllini verə bilərik burdan? oğullarını çalışsınlar ki, daha sağlam böyütsünlər və o dedikləri işləri görəcək şəxsə yox. Birinci növbədə bunu özü etməlidir. Yəni sabah ailə qurub onun həyat yoldaşı da rəhmətə gedə bilər. Burada Bu mən- günlərim Azərbaycan cəmiyyətinin bu halda olmasının günahkarı qadınlardır. Çünki o oğlanları da anaları böyüdür, Ay, qadın necə böyüdür. razıyam. Mən həmişə düşündüm, həmişə qadınlar. Yəni bəli. onlar necə istəyiblərsə elə olur. Və yaxud da Bəli. öz travmalarını, öz natamamlıqlarını bu günlərin övladları üzərində formalaşdırıblar ki, mən bədbəxtəm, səni də böyütdüm ki, sən də get, başqa məndən birini yarat. Yəni biz anlamalıyıq ki, bizim övladımız kimsə üçün yük deyil. İstər qız övladımız olsun, istər oğlan övladımız olsun, hər ikisini biz borcluyuq ki, onları şəxsiyyət kimi böyüdüb cəmiyyətə faydalı olması üçün biz çalışmalıyıq. Yoxsa onun nə bilim törəməsi, onun nə bilim çoxalması, yəni bunlar bunlar meşə qaydalarıdır. Biz meşədə yaşamırıq. Övlad özü xoşbəxt olmalıdır. Özü xoşbəxt olduğu işdə olmalıdır, Özü xoşbəxt ailədə olan olmalıdır. insan başqasını xoşbəxt edə bilər. Bəli, bəli. Mən xoşbəxt deyiləmsə, mən başqası ilə necə xoşbəxt ola bilərəm? O da gedib başqasına yük olacaq. O başqası da böyütdüyü yarımçıq olacaq. Yəni natamamlıq kompleksidir də. Baxın şəhərə. Hər Bəli. kəs görüntü, sosial Bəli. platformalara baxın. Mən daha xoşbəxtəm yarışı gedir. Ay, doğru. Hamı bir-birindən Doğru. yarışır ki, mən səndən daha xoşbəxtəm. O ailə daxili. Daha bahalı Aha. telefon işlədirəm. Bəli. Daha bahalı maşın Yaşayıram. sürürəm. Daha Natamamlıq bahalı. kompleksidir Bəli, də ay, bu. düzdür. Bəli, doğru. Bu komfort deyil, bu başqasına özünü sübut etməkdir. Bəli. Görün nə qədər kiçik düşünürlər. Boşluqdur. Məncə o İnsan, insanın içində insan olan başqasına görə necə yaşaya bilər? Bəli. Necə başqası bilsin ki, mən güclüyəm, mən yaxşıyam, qoy onun bağrı çatlasın. Bu keçmişdə belə olmayıbmı? Toylarımızda, yaslarımızda necə göstərirdi bizim böyüklərimiz özlərini? Toya girəndə necə? İndi həmin insanlardır da, onların böyütdükləridir. Sosial platformalara elə girirlər. Bəli. Xoşbəxtlik əslində səssizliyi sevir. Xoşbəxtlik ani bir anlayışdır. Heç vaxt 7-24 xoşbəxt olmayacaq. Belə bir şey yoxdur. Yəni təsəvvürünüzə gətirin, siz ağır xəstələrin qarşısında çıxış edirsiniz və qarşında 3 ay sonra öləcək adamlar var. Yəni, siz ona nə motivasiya verə bilərsiniz? Hansı xoşbəxtlikdən Bəli. danışa bilərsiniz? Bir çox analar öz həyat yoldaşlarından görmədiklərini övladlarından, yəni oğullarından görmək istəyirlər. Və bu da deyək ki, ailələrdə bir çox problemləri gətirib çıxardır. Ələxüsusda gəlin qaynana münasibətlərinin pisləşməsinə. Və həmçinin mən bir dənə bir şey demək istəyirəm də. Deməli mənim yanıma bir cütlük gəlmişdi. Belə vücudu deyək ki, oğlan hündürboy, məsəl üçün də o deyir kişi qamətli falan. Amma qız həqiqətən elə şeylər danışdı ki mənə, yəni belə başa düşdüm ki, oğlan anadan çox asılıdır. Belə olan hallarda qadınlar nə etməlidir? Yəni həmin o gəlinlər nə edə bilərlər?
belə halın yaşanması mən düşünürəm ki, bir düşüncənin insestidir də bu. Hmm. Yəni ana öz həyat yoldaşından görmədiyi sevgini oğlunda axtarır və ya həyat yoldaşında görmək istədiklərini başlayır oğlunda formalaşdırmağa və düşünür ki, mən onu belə formalaşdırmışam, o mənə xidmət etməlidir. Bəli. Bu da xüsusən vurğuladığım məqamdır ki, valideynlər uşaqlarına şəxsi mülkü kimi baxır. Hmm. Yəni başa düşmür ki, bu qarşısındakı başqa insandır. Səndən törəyə bilər, amma bu fərqli bir düşüncəyə sahib olan insandır. Yəni bu insanın psixikası tamamilə fərqlidir, səndən fərqlənəcək. Təbii ki, sənin yanında olduğun üçün sənin düşüncələrin onun üçün bir meyara çevriləcək, amma bir yaşa qədər. Uşaqların ümumiyyətlə düşüncəsi odur ki, uşaqlar hər bir informasiyanı birbaşa bilik olaraq qəbul edirlər. Yəni biz ana müqəddəsdir anlayışı ilə böyüdüyümüz üçün bəzən o müqəddəsliyin içində yoxa çıxırıq. Ay doğru. Bəli, razıyam. Yəni müqəddəslik dəyər verməkdir. Bəli. Müqəddəslik bir-birinə sevgi verməkdir. Ya ümumiyyətlə ananı müqəddəs etmək ifadəsi. Bilirsiniz, ananın müqəddəsliyi ordadır ki, analar heç vaxt qatil deyillər. Hmm. Onlar heç vaxt cinayət törətmirlər. Çox az halda Mhm. cinayət törədirlər. Bəli. O da mütləq ki, onun bir səbəbi var. Bir qadının cinayət törətməsi. Mhm. Amma kişilərdə hər zaman meşə qaydalarıdır. Hmm. Yəni ən azından bizim cəmiyyətdə biz elə böyümüşük. Və bu balansı yaratmaq çox çətindir. Yəni hansı ki, istər ana, istər həyat yoldaşı, istər digər həyatımızda olan qadınların obrazlaşdırılmasını çətinliklə bir balansı qurmaq olur. Çünki burada mütləq ki, bir imtina olacaq. Əgər hər hansısa bir konflikt varsa, o konfliktin nəticəsində bir imtina olmalıdır. Hmm. Çünki biz imtina etdiyimiz halda qazanırıq. Bəli. Amma ki, bizim böyüdüyümüz cəmiyyətdə biz kişiyə deyə bilmərik ki, sən ananı kənara qoy, həyat yoldaşı seç. Bəs Siz nə təsəvvür etsinlər? edirsiniz ki, Deməsinlər. Bəs necə siz eləsinlər? təsəvvür edin ki, kişi hansı Aha. cəmiyyətin hansı qınaqlarına və qərəzlərinə tuş gələcək. Bəli, doğru. Nə etsinlər? Ayrı yaşamalılar əvvəldən. Yaşamıram. Məsələn, o qədər olub ki, cütlüklər gəlir, qadın deyir ki, ayrı yaşayaq, onun üstünə boşanırlar. Yaşamıram. Bundan sonra o şəxslərlə ailə həyatı qurmasınlar. Bilirsiniz, böyük sevgi ola bilər ortada. Amma müəyyən bir dövrdən sonra o böyük sevgi artıq mətbəxdə yemək bişirmiş olacaq. Yəni orada artıq baxış da fərqli olur. Rövşən bəy, bayaq biz ölümü gözümüzün qabağına gətirməkdən danışdıq. Həqiqətən də ölümü gözünün qabağına gətirib də xoşbəxt olmaq olar məncə. Cəlil Məmmədquluzadənin bir yaxşı fikri var. Deyir ki, yaşamaq odur ki, öləndən sonra da yaşaya biləsən. Amma öləndən sonra yaşaya Məncə bilmir axı. həyatın ən böyük fəlsəfəsi elə budur. Bəli. Şərt deyil ki, bunu hər kəs üçün yaşayasan. Hı -hı. Bir nəfər üçün belə sən öləndən Hə, sonra müəyyən bir yaşaya bilirsənsə, Bəli. deməli sən yaşamısan. Kim üçünsə yaşamısan. İnsanlar var ki, onlar fədakarlıqlar edirlər və hər kəsə xidmət göstərirlər. Onlar o fədakarlığın məsuliyyətini dərk edirlər. Ümumiyyətlə insan ölümü düşünən insanlar öz işində və fəaliyyətində Həyatlarında ən əsas. vicdanlı olurlar. Vicdanlı, bəli. Doğru. Sevdiyi və bacardığı işlə məşğul olurlar. O zaman töhfə vermiş olur özünə və ətrafına. İnsanları sevmək lazımdır. Yəni ümumiyyətlə belə bir şey yox. Mən bütün insanları sevirəm. Doğrudurmu bu ifadə? Bu ifadə məndə beynimdə Gandhinin portretini yaratdı. Sevgi hər kəsin başa düşdüyü bir dildir. Yəni biz fərqli ölkələrdən olsaq da, fərqli coğrafiyadan olsaq da, amma bir-birimizə qarşı sevgimiz olsa, biz bir-birimizi başa düşəcəyik. Çünki Sevgi xilaskardır ümumiyyətlə. Yəni dünyanı belə gözəlliklər xilas edəcək, sevgi xilas edə bilər. sevgi də gözəlliyi xilas xilas edəcək. edir. Rövşən müəllim, çox sağ olun. Həqiqətən çox zövq aldım biz bugünkü verilişdən
bizim sizin cavablarınızdan, düşüncənizdən, ümumiyyətlə həyata baxışınızdan çox yaxındır mənə. Çox sağ olun ki, gəldiniz, dəvətimizi qəbul etdiniz. Siz sağ olun, minnətdaram. Yorulmayasınız. Çox sağ olun. Mövzumuz ailə və qadın xoşbəxtliyi idi. Bizdən ayrılmayın, Cəmiyyətin Nəbzi verilişini daim izləyin. Təşəkkür edirəm. Sağ olun.